Əgər Ermənistan tərəfi Qarabağ qaytarsa, ermənilərə yenidən vətəndaşlıq verilməyinə razısınız? Heç vaxt. Niyə? Nə qədər başımıza gəlib bu hadisələr. Çox sağ ol. Nəticə çıxartmaq lazımdır. Vətəndaşlığı üçün cavabını bilirsən də. Ya siz verilməyinə razısınız? Yox, mən verilməyinə razı deyiləm. Qarabağ qaytarsa sözsüz ki, sən ya Azərbaycan vətəndaşı. Bəli. İndi o uzun müddət araşdırılacaq da arkadaşlar. İndi promoy vətəndaşlığı verməyəcəksən ki, sonra. Biraz fikirləşməlisən, götür-qoy eləməlisən, sonra Qarabağı verməlisən də. Yox, bizim işidir, onlar yuxarıdakıların. Ya siz razısınız? Mən yox. Niyə razı deyilsiniz? Yox, mən bağışsaqdım onlar düşmən kimi baxacam. Həmişə? Mən özüm də Qarabağlıyam. Xeyr. Niyə? Ona görə ki, onunla biskit tutmaz. Bununla neçə dəfə iləri bizim milləti qırıb, yerimizi, torpağımızı, vətənimizi alıb, onunla biskit tutmaz. Yenidən onlarla yaşamaq istəmişsiniz, yəni SSR-də olduğu kimi. Yox. Ona görə baş tutmaz o. Ermənilər təbii ki, yox. Bir Azərbaycanlı kimi əlbəttə ki, mən də qarşı çıxaram. Amma Qarabağ geri qaytarırlar. Qarabağ geri qaytarılsın, ondan niyə Azərbaycan vətəndaşı olur ki? Yəni geri qaytarılır, bütün problemlər həll olur. Yəni belə deyə də dostluq əlaqəsi qurulacaq. Düzdür? SSR-də kimi? Zaten belə psimasın bizə qarşı bir şeydir. Necə ola bilər ki? O qeyri-mümkündür. Mən buna konkret qarşı. Bəli, əlbəttə ki. Yəni Ermənistan düşmən kimi həmişə görəcəksiniz. Bəli, bu qədər tökülən qanunu necə bağışlayaq biz? Hə? Qardaşların qanunu da qeyri-mümkündür, əziz qardaş. Xeyr. Niyə? Mən istəməzdim. Yəni bizim uşaqlarımızı, yəni gəlinlərimizi, qızlarımızı yəni o vəziyyətə salandan sonra onu istəməzdim. İkinci dəfə burada hələ bir iş olsun, hadisə olsun. İstəməzdim. Yox. Niyə? Çünki onlar özlərini, necə sizə deyim, düzdür, o vaxtı onlar Azərbaycan vətəndaşları idi. Bəli. Və Azərbaycandan köçəndən sonra da onlar Ermənistanda yaşadılar və başqa ölkələrə getdilər. Düzdür, Azərbaycan vətəndaşlığını saxladılar, amma onların oğulları, onların nəvələri, onların deyək ki, kimləri Azərbaycana qarşı döyüşlərdə iştirak etdiyinə görə mən onları istəmirəm ki, mənim ərazimdə yaşasınlar. Конечно. Niyə razısınız? İnsandır da. Səhvi başa düşübsə, özü başa qaytarırsa heç də yox. Biz bir dəfə belə səhv buraxmışıq tarixdə, ona görə mən bu sual verirəm. Niyə? İnsanlar hamısı səhv eləməlidir də, olmalıdır da. Yəni siz yenidən SSR-də kimi ermənilərin bizlə yaşamağına Ki, razısınız? mən SSR-in sudağı istərdim ki, SSR bərpa olunsun. Xeyr. Niyə? Buna görə ki, ermənilər nə qədər bizim ərazimizdə yaşayırlar, o həmişə problem törədilər. Bir dəfəlik canımızda məsləhətdir. Xeyr. Səbəb? Mən ümumiyyətlə onların Azərbaycanla heç bir əlaqə qurmasının tərəfdar deyiləm. Çünki bu tarixəndə Azərbaycan xalqının başına bunlar dəfələrlə açıb bu müsibətlər. Dəfələrlə o kəndlər, rayonlar yandırılıb. Dəfələrlə o Azərbaycan xalqı soyqırma məruz qalıb. Ona görə də mənim öz şəxsi fikrimdir bu. Onlarla heç bir əlaqə qurulmasının tərəfdar deyiləm. Təbii ki, yox. Səbəb? Səbəbi aydındır. Bu qədər törədilmiş cinayətlərdən sonra, bu qədər Azərbaycan xalqına olmuş zülmdən sonra onları bağışlamaq olarmı? Yəni istəmirsiniz ki, əvvəlki SSR-də kimi yenidən yaşayasınız? Məncə yox. Yox qardaşım. Niyə? Allah bizə vətəndaşlıq verməz axı. Yox, onların burada vətəndaşlıq almağına. Yox, razı olmaram. Heç vaxt? Heç vaxt. Bəs sən? Heç vaxt. Məqsəd, niyə razı deyilsən? Düşmənə bizə razı olasın. Hesab dünən eləyən bu gün də eləyər, deyən hərəkəti. Düzmürəm. Bilmirəm düzürsün, amma yəni elə bir şey. Yəni mən belə fikirləşirəm də. Oldu, çox sağ olun. Xeyr, nəinki onun razı olmağına, heç onların burada yaşamağına da razı deyiləm. Çünki onlar bizə elə bir dağ çəkiblər ki, o bizim nəslimiz heç vaxt onu unutmaz. Ona görə də mən o tərəfə yox deyirəm. Əgər rəsmi qaydada həqiqətən razı, əgər belə bir anlaşma olsa, niyə də yox? Razısın yəni? Bəli. Yaşamaq istəyirsən onlarla eyni? Yaşamaq istəyən, yəni ki, bilirsiniz nətərdir? Tarixdir. Tarixin bir dönəmində biz düşməni, ayrı dönəmdə. Onsuz da tarix elə fırlanır ki, tarixin bir dönəmində görürsən ki, bu xalqla sən düşmənsən, o bir dönəmdə o xalqla sən dostsan. Yəni ki, yenə də əlbəttə ki, milliyyətçilərlə yox. Yəni onların elədikləri zülmləri Azərbaycan xalqı heç vaxt unuda bilməz. Lakin yenə də onların arasında da konstruktiv insanların tapılacağına inanıram. Yəni ki, bu düşmənçiliyin artıq sona erəcəyinə inanıram. Onlar əgər təbii ki, razılaşdılar torpaqları deməli bizə qaytarmağa və ədalətin bərpasına. Çox sağ olun.